Dostlar, demək Norveçdə bir bağ evindəyik. Bir adi sıradan olan bir bağ evində. Ona Norveçdə kabin derlər, hitta derlər, hitta deyirlər. Və bu hittanın da sahibi, bu kabinin sahibi bizim dostumuz, əslən İrandan olan Məsud bəydir. Məsud bəy uzun zamandır Norveçdə yaşayır. Salam Məsud bəy, xoş gördük. Təşəkkür ki, razı oldun səni çəkməyə. Teşekkür abi. Hoş bulduk. Məsud bəy bu Norveçdə doktor kimi çalışır uzun zamandır. Artıq neçə ildir Məsud bəy Norveçdəsiniz? 32 yıl. 32 il. Dostlar, demək Məsud bəy türkçə danışa bilir. Əslən İrandandır, farsdır və burada doktor kimi çalışır və sağ olsun zaman gəlib bunun kabinində burada qonaq oluruq. Bax, belə bir ərazidə yerləşir. Bu əvvəl də videolarım var. Bu kabindən çəkmişəm göldə falan da. Videolara baxan görüb, yəni belə. Məsud bəy, Can. burada nədən kabinlər, yəni kabin dərik yoxsa hitta dərik? Hitta. Hitta. Neden bu hittalar büyük olmuyor? Yani bu kadar küçük oluyor. Yani bir oda falan bitti yani. Abi var, büyük de var, çok büyük de var, uçuk da her bir Ama türlü şeyler var. esasen büyük daha fazlası bu kadar yani. Bu boyda olur. Evet yani çek yani primitif Ha. yaşamak için yani şey yok yani o zaman mesela elektrikli olmamaya da bilir, bilmem su öyle yani rahat evde gibi değil de ama siz yani tabiatten yaşıyorsunuz. Ha, tabiata Onun için bağlı. Ha. değerli yani. Hatta ben bu günlerde bir tane bizim bir nefer tanışımız söyledi, Norveçli. Söyledi ki bizim hittamız var. Bizim hittada biz de aile olarak düşündük ki annem, babam yani eşim falan düşündü. Bura hittaya elektrik çekmek isterdik. Ve de oturduk, her kişi kendi fikrini söyledi ve sonunda biz elektrik çekmek kararına gelmedik ki Evet. yani ki bu böyle olsun. Ve diyor ki Norveç'te bu türlü hittalar fazladır. Yani çoktu ki elektriki yok. Yani duşu yok. Tuvaleti yani dışarı Üstü, eski evet. tuvaleti Evet, gibi yani. evet. Diyor ki yani biz eskiliğimizi korumak için bunu yaptık. Evet. Böyle de hitta. Ama sizin bu hittada şey var, elektrik Biz var. elektrik burada yoktu. Biz şeyden gölün altında bir kabel getirdik. Hı. Burada götürdük. Hani 500 metre suyun altında kabel gidiyor Hı. oradan. Suyun altından kabel çekip getirdiğiniz elektrik. Evet. Onun için yani elektrik yani lazım. Yani çay Evet, içmek tabii için şey ki, yok. tabii ki. Her şey yani elektrik lazım yani. Dostlar, onu da deyim ki bu hittaya, yani bağ evinə yol yoxdur, maşın yolu yoxdur, avtomobil gələ bilmir. Yalnız biz bura meşənin içi ilə bir neçə kilometr meşənin içi ilə gəldik. Bir də ki qayıqlarla gələ bilirik. Qayıqlarla gələ bilirik. Və əks tərəfdə gördüyünüz bax o adada, orada belə hitta var, bağ evi var deyək. Orada elektrik yoxdur, heç nə yoxdur. Yalnız qayıqla gəlmək olur. Adadır, yarımada da deyil, tam adadır. Dörd bir tərəfi sudur. Belə bir şey dünyadan tərki dünya alırsan. Evet. Bəs Məsud bəy, bu türlü hittalar burada pahalı mı, pahalı değil mi? Yani nerede olduğuna göre Ha, yerine göre. yani ucuz var, pahalı da var. Yani suyun yakında olduğu daha pahalı. Ha, yani olur. göl yakındaysa Göl yakın. daha pahalıdır. Ha. Evet. Ha. Yani burada da o başka yerlerde olduğu kimi içeride duş falan yoktu, hiçbir şey yoktu. Yok. Bəs Yok. buranın teritorisi kaç kvadrat metre Mesut Bey? 50 mi yoksa 500 kvadrat 500 kvadrat metre. Yani ufak bir yer. evet. Yani dostlar 500 kvadrat metre o deməkdir ki 5 sot buranın. Bakın orada qayıqla gəlmək olur. Qayıqla gedirik o tərəfə. İndi biraz hələ tam açılmayıb qayıqla yer. Belə bir yerdir. Mesut Bey, Zaten Ha. sen içeri mi bakmak istiyorsunuz? gidelim. Süper Yani olur. zaten bir odadır zaten. Aha. Ve bir tane mutfak var.
Aha. Bir de yatmak bir yer var yani. Aha. Ufak. Və Məsud bəy zaman da gəlir qalır, bir iki dəfə də mənə də biz dostlara da deyib gəlin qalın. Biz gəlirik Məsud bəylə bir yerdə bura gəlirik, amma qalmamışıq gecə. Məsud bəy amma biz gedəndən sonra özü tək qalır. Bu belə bir hitdadır. Burada şeydir, bu mutfak buradadır yani. Hı. Biraz mutfak buradadır. Baxın belə çox belə xudmani gözəl. O problem. Suya pomp yapıyoruz. Burada da Pompiyanı nasos deyirlər, dostlar. Aha. burada da Yataq odası. yatak odası 1, 2, 3, 4, 5 kişi yatabiliyor yani. Ufak. Hı. Baxın dostlar. Hepsi yani böyle. Belə. Super. Əslində elə insana gərək olan hər şey var burada. Baxın bu elə bil ki ada kimi yerdə olmağına rəğmən adamın burada paltar yan maşını var. Evet, Qab bunlar yan maşını getirdik. var. Bütün su ilə bağlı bütün şeylər var. Və suyu da hardan götürür? Təbii ki, suyu göldən götürür. Buradan göldən götürür. Onu deyim ki, Norveçdə bütün göllər içməlidir. Demək olar ki, təmizdir. Yəni ekoloji baxımdan əla, super. Belə. Məsud bəy, kışda bura gəlirsinizmi heç? Kışta da evet olur. Kışta da olur. Burada eski yapıyoruz. Ha, şey, yəni bu sürüşmək, xizə ilə sürüşmək, Burada ayaqlar. zaten hep buz oluyor. Hı. 4 metre buz Kalınlığı. oluyor. Yani yürüyebiliyorsunuz şeyde. Buzun qalınlığı 4 metre yəni. Evet, Ha. evet. Böyle. Allah Allah. Ha, bu buzda gəlib burada balıq tuturlarmı? Buz Evet, üzərində? şeyle Ha. böyle Evet, yapıyoruz. evet. Deşib oranı. Ha, anladık. Yəni bildim bu Norveçdə hər yerdə Buna şeyler var. Burada. Hı. Gözəl Məsud bəy, gözəl. Məsud bəyin onu da deyim ki, burada balıq tutmaq üçün bütün ləvazimatları var, hər şey var. Zaman da gəlib balığını da tutur, istifadə də eləyir. Qışda da tutur. Belə. Baxın. Burada. Bütün hər şey var. Baxmayaraq ki, yol yoxdur bura. Gördüm Məsud bəy. Bunu gördünüz mü? Gördüm balıq. Böyle bir şey. Evet. Görürsünüz necə qonaqpərvər insandır, adam misafirsever insandır. Bir daha da ufak bir şey. Burada da iki kişi burada da yatabiliyor. Evet. Yani şimdi mihman. Da burada var. Tuvalet, Yani. tuvalet de orada. Ya, şimdi tuvalet de böyle. Ya Kamer. Dostlar bu arada kanalımıza abone olmağı sizden xahiş edirəm. Şərh bölümündə şərhlərinizi yazın, fikirlərinizi yazın. Gerek değil Məsud bəy, gəldik. Gördünüz mü? Buradan gördünüz mü? Evet. Ha, baxın, belə 3 bir tərəfi sudur, bir tərəfindən ancaq gəlmək olur. Onun yay qış buradan fərq eləməz. Avtomobil yolu yoxdur. Təxminən 1-2 kilometr meşənin içi ilə yol gəlirsən. Belə. Opnetdü? Tak Iris. Iris Məsud bəyin xanımıdır, həyat yoldaşıdır. Eyni zamanda Iris xanım da doktordur. Bax. Gör necə qonaqpərvər insandır. Adam ürəyini Burada açıq verir da hər şey şey. yaptık. Burada sauna yaptık. Allah, burada saunası da var hayra. Allah. Brüker'de Məsud bəy sauna Yok. istifadə etmiyorlar. Açma, kalsın Məsud bəy. Bilmiyorum Kalsın, neden fark etmez. açılmıyor. Minyen problem. Tego bura. Ah, açıldı. Sauna diye. Ramazan Bey, burada saunası da var. Məsud bəy. Burada bir şey de. Aha. Ah. Oho. Bakın dostlar. Burada şey. Elektrik. Sauna. Brüker'de Məsud bəy. Yok hiç daha hala hiçbir de Kullanmadık. kullanmadık. Yok. Ha. Super, perfect. Dimo Brücke. Ja. Nächste Gang. Ya. Nächste Winter. Ja. Bu şey size göstereyim. Bu rüzgar geldi. Bunu adını Aha. gördünüz mü? Yok.
geçen sene bir rüzgar geldi. Aha. Çok kuvvetli rüzgar geldi. Aha. Güclü rüzgar külək olub deyir Məsud bəy. Nəysə dağıdıb töküb. Baxın. Aa. Ağaç aşırtmış. Oy oy oy. Burada da bir şey... Məsud bəy, nə gözəl ki Hittanın üzərinə düşməmiş ha. Evet. Ne güzel ki. Burada da derler şey Gaphauk. Gaphauk derler. Aha, Gaphauk aha, demek burada Aha. bu bir gemiye bir gemiyle yapmışız. Evet evet, bakın dostlar. Bu qayıqdır. Qayığın Qayıq. əski qayıqdır. Köçmüş köhnə qayıqdır. Onu çeviriblər arxasını. Sesin Orada- gidip bakalım. Orada bir söhbətgah kimi yer düzəldiblər. Bisetka kimi yer düzəldiblər. Baxın Hittanın bu tərəfindən də görünüşü budur. Belə bir Hitta. Ya Komer. Hı.